Rəqqasi aktrisa Oksana Rəsulova Batumidə istirahəti zamanı ailəsi ilə yaşadığı problemlərdən danışıb. Sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib. O, Batumidə qaldığı Orbit Otellər şəbəkəsindəki vəziyyətdən narazı qaldığını bildirib. Onun sözlərinə görə oteldə təmizlik, ətraf ərazidəki zibil, havalandırma sistemi, səs izolyasiyası, eləcə də otaqlarda və eyvanlarda məxfiliklə bağlı problemlər yaşanıb. Oksana qeyd edib ki, gecə saat 2 radələrində binada həyəcan siqnalı işə düşüb və sakinlərdən binanı tərk etmək tələb olunub. Ailəsi 39-cu mərtəbədə qaldığı üçün onlar pilləkənlərlə aşağı enməli olublar. Sənətçi daha sonra oğlu ilə birlikdə infeksiyaya yoluxduğunu açıqlayıb. Səhər saatlarında çimərlikdə o qədər çirk və natəmizlik görürsən ki, insan həqiqətən dəhşətə gəlir. Ətrafda çoxlu sahibsiz itlər də var. Belə bir şəraitdə xüsusilə immunitet zəifdirsə, hər hansı infeksiyaya yoluxmaq çox asandır. Təəssüf ki, biz də bağırsaq infeksiyasına yoluxduq, mən və oğlum Osman. Nəticədə Batumidə xəstəxanaya yerləşdirildik. Burada bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Azərbaycanda etdirdiyimiz səyahət sığortası çox operativ şəkildə işlədi. Xəstəxanada ilkin olaraq kiçik bir məbləğ ödədik, qalan bütün müalicə xərclərini isə sığorta şirkəti tam şəkildə qarşıladı. Biz xəstəxanada 3 gün qaldıq.